ki, doğma atan, mən birincisi Musa Musayeva qətiyyən ögey ata gözündə heç vaxt baxmamışam. Çünki o münasibəti çox mən görməmişəm. Kim idi bu? Səhər Mehir, təşəkkür edir. Baxmamışam mən o insana ki, mən o sualı ona görə qəbul eləmirəm. O insan mən böyüdüm. Mən 4 yaşımdan o insan mən böyüdüm. Mən gözümü açmışam, onu görmüşəm. Başıma sığal çəkən olub, xəstələnəndə başımın üstündə duran o olub. Vallahi mama bizi döyəndə də bu belə qartal kimi qabağımızı kəsən o olub. Hər şeyimizdə yanımızda o olub. Pis, yaxşı, yıxılanda, duranda, nə bilim, başımız türklər demiş sıxışanda, hər bir momentdə bizim arxamızda, dayağımızda o insan olubsa, mən onun haqqını necə itirə bilərəm? Qətiyyən, mən onun haqqını... Mən kimdən atalığı görmüşəm? O da mənim atam. Mənim üçün qan bağı bax bu qədər belə önəmli deyil. Mən bir dənə rəfiqəm var ki, 6 ildir rəfiqəmdir. Elə bilirəm ki, canımın canıdır da. Bax o cür onu çox istəyirəm mən. Bax 22. Yəni ki, Mehman get mamaya dinə ki, qutarsın gəlsin də məndən oynamağa bir zəhmət. Yaxşı gəlmirsən elə bura. Zəhmət olmasa get bir dənə deyil. Özdə mən o qədər ürək yumşaq insanlar ki, uşaqlar, mən insanlara çox şans verirəm həyatda. Baxmayaraq ki, qarşı tərəf günahkar olur, doğmamdırsa əgər, mən gedərəm ayağına. Bir dəfə, 2 dəfə, bayaqda dediyim kimi 3 dəfə bəlkə gedərəm ki, qoy da, eyb yox. Amma ki, görərəm ki, həmin adam elə düşünür ki, elə bu cür olmalıdır. Kakbuta, yəni bu cür vərdiş alır da ki, elə həmişə fidan gəlməlidir, fidan eləməlidir. Xeyr, elə şey yoxdur. Mən əslində, yəni, qıraqdan bilməm necə görsənirəm, amma sizlərin gördüyü qədər nə çox saftirik deyiləm, nə bir şey. Sadəcə olaraq mən, biz özümüz onu göndərirsən, məni göndərirsən. Deyirəm, get mamaya denə ki, nə olur zərin düşər, modsan da orada sənin yazdığını sırası görür. Bizimkilər yazır, görmür. Yenə qutarsan, mənlə oynasan. Sən görməyəcəyin əsəmirdir. Cecə getdi yazdı da, Cecə yazdı, Şəbi yazdı. Görmür uşaqların yazdığını. O onun modudur da, onun yazdığını sırası tutur göydə. Nə varsa zəri tökülər. Bilirəm Cecə, bilirəm. Nə deyirdim? Yəni ki, mən hər şeyin yerini bilən insanam. Mən xoşlanmıram. Nələrsə, oturum haradasa, danışım, deyim, neyniyim. Bu şeylər. Aman başqa. Uşaqlar, bunu atın səssizə. Barmaq çürmüşü birbaşa səssiz atırsınız. Atın, o həzzi yaşayın bir dənə, atın Bay Mehmanı sərsiz. Ay sağ ol. Sağ ol sən, ay sağ ol. Hə. Nerede qalmışdım? Bax, fikrimi yayındırır. Bir sözlə də, yəni, mən çox çərənləməyə xoşlanmıram, çox danışmağı sevmirəm. Sadəcə olaraq mənə dəxilsiz suallar verilməsin. Bunu mən dəfələrlə də vurgulamışam. Mənə durub belə o sual bilirsiniz əslində o sualın cavabını. Sadəcə olaraq bilmirəm özünüzü niyə bilməməzliyə vurursunuz. Bilirsiniz əslində nədir, nə deyil, amma gəlirsiniz. Sən filansan, sən atan filandır, bilirsiniz. Mən həmişə də bunu demişəm, bunu da bütün Azərbaycan bilir, bunu bilməyən yoxdur. Sadəcə mən həmişə demişəm ki, mənim üçün can bağı vacibdir. Qan bağı yox, can bağı. Çünki qan bağı olan adam heç bilmir mənim ad günüm nə vaxtı. Mən hansı vaxt nə yaşamışam, nə problem yaşamışam, vəbşə harada yaşamışam, vəbşə necə yaşamışam. Yəni, yaxşıdır proqram. Qan bağı odur ki, doğma ata, can bağı da odur ki, səni atalığı yaşadan insan.
da birbaşa ver yığmaq istəyirəm mən birbaşa. Mən yığacam. Teşekkür edirəm Əfsanə, çox sağ ol. Musa müəllim mənim üçün ata, arxam, dayağım. Necə kim olacaq atam? Geri özüm yığam, yoxsa alınmır. 9 günü var, gedib alarıq. Yox, zop deyil. Sitrin daşıdır, uşaqlar, zop daş deyil. Bəli. Musa müəllimlə təranə qanmışıyam. Yazdım, oxumadım. Hə, bəzən də görməməzlikdən oxudum. Mən gül ağzımı açdırır sizi. Gəldi demədim. Mən edim. Açma. Pis yazmadım. Yox, sənə açmır demə ağzımı. Ümumiyyətlə bir söz deyəcəkdim da demədim də. Eldan ayıb. Yox, blokanı atıram. Ekranı bəyənə uşaqlar. 100k eləyək də bu boyda adamlarıq. Bu boyda adamlarıq. Üçlü oynamaq istəmirəm mən. Bax, mamaya deyirəm ki, gəl. Bir dəqiqə səsi bağlayıb sonra bircə dəqiqə.